Əziz müştərilərimiz, növbəti muncuqlu parçama keçirəm. Amma bu muncuqlu parça, bunun naxışlarını, ətəyində naxışları var, bunları yandırıb çıxardırıq. Amma heç razı deyiləm bu muncuqlu parçadan. Çünki bu muncuqlu parçanın muncuqları tökülür. Deməli, görürsünüzmü? Bir dənə muncuğunu sökürük. Belə muncuqlar söküldü, getdi. Çox azadlıqla. Amma Türkiyənin təmiz muncuqlu parçaları olanda, görürsünüz, söküldü, hamısı getdi. Amma Türkiyənin muncuqlu parçalarını hara qədər istəyirsən, ora qədər sökürsən, orada dayanır, oradan sökülmür. İndi biz bunu məcburuq, bu paltarı tikib qutarandan sonra bu muncuqları belə yığırıq, belə halda atmırıq. Bunu tikib qutarandan sonra biz məcburuq bu tikib paltarın bütün o sökülən muncuqlarının hamısını bir-bir yerinə işləyək. Görürsünüz, buradan tikiş yerləri sökülüb deyə bu muncuqların hamısının sapı qalıb. İndi bu müştərinin əlində eybəcər görünməməyə görə məcburam ki, bunların hamısını bir-bir işləyim. İşləyib qutarandan sonra da sizlə paylaşacağım bu paltarı.